Salam, hörmətli icracı. İnsanlar sual verir ki, mən Azərbaycanda ailə qurmuşam, amma vətəndaşlıq ala bilməmişəm, uşaqlarım var, sosial yardım ala bilərəmmi? Eyni zamanda sual verirlər ki, xarici vətəndaşla ailə qurmuşam, yoldaşımın uşaqları mənim əlimdən almaq istəyir. Mən nə edeyim? Bundan əlavə sual verirlər ki, vətəndaşlığı necə ala bilərəm və ya qanun icazəsini necə ala bilərəm? Mən hüquqşünasları Seyidzadə bugünkü bu videoda bu məsələyə aydınlıq gətirəcəm. Hər kimə maraqlısı sona qədər izləsin. Eyni zamanda sizdən xahiş edirəm ki, videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsi xəbər olsun bu barədə. Və hörmətli izləyicə, sizdən bir xahiş eləmək istəyirəm. Mənim videolarımı bəyənin, YouTube kanalına abunə olun ki, ona görə ki, mən hüquqşünasları Seyidzadə 50 arabasındayam. Telefona hüquq məsləhəti verməklə dolanıram, ərizəyə yazmaqla dolanıram. Eyni zamanda əyənində məsləhətlər verir. Bir də ki, mənim dünən qırtanmış ərizəyə haqqında motivasiya kitabı var. Onu satıram 20 manata. Qoy hamı bilsin. Dəstək üçün abunə olun. Bundan əlavə ona görə abunə olun ki, hörmətli izləyicə. Yəni ki, YouTube kanalı mənə ödəniş eləməlidir hər baxışa görə. Hər min bələdiyyə baxışa görə harca 30 sent, 20 sent arasında ödəniş olmalıdır. Dəstək olun, bəyənin videonu, abunə olun. Hörmətli izləyicə. Hamımızdan dəstək gözləyir. Hal-hazırda 5400 abunə var. İstəyən ki, heç olmasa bir 10.000 olsun. Gəlin aktiv olaq. Bəyəni keçən mövzuya. Birinci növbədə qeyd edin ki, istəyən sakin Azərbaycanda yaşayırsa, vətəndaşlıqdan asılı olmayaraq, vəziyyəti yəni ağırdısa, az təminatlı hesab olunursa sosial yardım ala bilər. Digər məsələ ondan ibarətdir ki, əgər uşağı dünyaya Azərbaycanda gətirmişsə, yəni Azərbaycandan qərarı çıxarılmamaq şərti ilə yoldaşı sizdən ala bilməz. Əgər yox, yenə xaricdə dünyaya gəlibsə, o halda da hər iki valideyindən biri Azərbaycanın olduğuna görə uşaq Azərbaycan Respublikasına mənsubdur. Yəni istədiyi vaxt Azərbaycan Miqrasiya xidmətinə Daxili İşlər Nazirliyinə müraciət edərək, yəni mənsubiyyəti haqqında vəsiqə ala bilər. Yəni belə deyəcək, sadə dinləndirsə şəxsi vəsiqəsi. Hörmətli izləyicə, nəzərə alın, ala bilər. Yəni problem yoxdur. Bu halda da uşaq yəni digər valideynə verə bilməz. Amma burada bir ehtiyatda olan bir məsələ var. Xaricdədirsə, bəli, uşağı sizə verməyəcək.